Ötən mövsüm Çempionlar Liqasının ən çox arzulanan finalı Barselona PSG-yə qarşı. PSG-nin orta sahəsi rotasiyanı çox yaxşı bacarır. Barselonada isə orta sahəsi bir növ ona köklənib ki, Pedrinin ən yaxşı xüsusiyyətləri, yəni həm xətləri birləşdirməyi, rəqibin xətlərini qıran, pas alanını açıb onu boşaltmağa kömək etsin. PSG-də problem əlbəttə ki, hücum xəttindədir. Bildiyiniz kimi qızıl topun qalibi Osman Dembele 100% olmayacaq. Onunla yanaşı Desire Doué zədəlidir, hansı ki, hücumun da vaz keçilməz fiqurlarından biridir və onunla yanaşı Barcolanın da oynamayacağı gözlənilir və bu Luis Enrique'nin hücumda universallığı onun əlindən almış olacaq. Hücumda Gonçalo Ramos oynaya bilər və ya Mayolu oynaya bilər, amma hər iki halda onlar daha asan proqnoz oluna bilən və daha asan tutula bilən oyunçulardır. Barselona'nın problemi sol cinahda keçməmişdən əvvəl Joan Garcia İspanyoldan aldığı və çox uğurlu transfer kimi görünən qapıçısı zədələnib. Ondan başqa çox ciddi itki əlbəttə ki, həm Rafinha'nın, həm də ki Balde'nin itkisidir. Bu sol cinahın konfigurasiyasına tam dəyişir. Nəzərə almaq lazımdır ki, cinah duelləri həlledici olacaq. Çünki sol cinahda Barselona'da hazırda əgər Gerard Martin oynayarsa, bu o demək olacaq ki, Rashford hücumda qalacaq. Barselona üstünlük verə bilər, çünki Marcus Rashfordun ən mümbit platforması yüksək xəttlə oynayıb arxada çox boşluq buraxan rəqibdir və həmin rəqib əlbəttə ki, PSG-də əgər Hakimi çox aktiv şəkildə hücuma qoşularsa, Rashfordun birə-bir Hakimi ilə qalması belə Barselonanın lehinə olacaq. O biri cinahdakı duel təzədən qayıtmış Lamine Yamal'la Mendeş'in arasındadır. Mendeş İspaniya-Portuqaliya oyununda Yamalı çox şahanə şəkildə neytrallaşdırdı. Lakin Barselona'da Yamal yaxşı xüsusiyyətlərini daha rahat şəkildə ifadə edə bilir. Ona görə də burada da Barselona'nın bütün cəhdi Yamalla Mendeşi mümkün qədər çox birə-bir qoymaqdır. Sizin fikrincə maç necə məcra edəcək və kimin qələbəsi ilə bitəcək?